Sovet dönəmində təhlükəsizlik orqanlarında yüksək vəzifə tutan, Azərbaycana rəhbərlik edən, mərkəzi hakimiyyətdə mühüm mövqeyə sahib Heydər Əliyev hər zaman milli ruhu, milli düşüncəsi, məfkurəsi ilə vətənə xidmət etdi. İstər Təhlükəsizlik Komitəsində, istərsə də Mərkəzi Komitəyə rəhbərlikdə ulu öndər kadrların milliləşdirilməsi məsələsini gerçəyə çevirə bildi. Ötən əsrin 70-ci illərində rus dilini bilməyən bölgələrdə yetişən uşaqların hərbə meyllənməsi niyyəti ilə Naxçıvanski adına hərbi məktəbin açılması ideyası uğrunda mübarizəyə başladı. SSRİ-də yetərincə hərbi məktəblərin olduğunu əsas gətirən mərkəzi hakimiyyət ona razılıq verməsə də Heydər Əliyevin dəmir məntiqi sayəsində məsələ öz həllini tapdı. Ürəyi Azərbaycanla döyünən Heydər Əliyev gələcək müstəqil Azərbaycanın hərbi kadr bazası üçün zəmin yaratdı. 1970-ci ildən başlayaraq Heydər Əliyevin təşəbbüsü ilə istedadlı gənclər ittifaq büdcəsi hesabına SSRİ-nin nüfuzlu ali məktəblərinə təhsil almağa göndərildilər. Ümumilli lider, istiqlal təşnəli şair və yazıçıları, alimləri imperiya məngənəsindən qurtardı. İkinci dəfə siyasi hakimiyyətə qayıtdığında yeni iqtisadi mexanizm hazırladı. Beynəlxalq siyasi münasibətləri tənzimlədi. Ordunu formalaşdırdı. Dövlətin gənclər siyasətini reallaşdırdı və hər zaman Qarabağ düyününün həllinə diqqət yetirdi. Beynəlxalq tribunalarda Azərbaycan həqiqətlərini bəyan etdi. Nə xoş ki, Heydər Əliyev siyasi məktəbinin layiqli məzunu İlham Əliyev ulu öndərin vəsiyyətini yerinə yetirdi. Ali baş komandan torpaqlarımızı düşmən tapdağından azad etdi. Və Şuşada unudulmaz dahi Heydər Əliyevin səsi eşidiləndə hər kəs həyəcanlandı. Bu bir tarix idi. Bu unudulmaz bir məqam idi. Azərbaycanı canından artıq sevən, ölkənin əzəli torpaqlarını azad görmək istəyi ilə yaşayan öndərin arzuları Çin oldu. Arzu edirəm ki, sizlə birlikdə gedək Şuşaya. Gedəcəyik. İnanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür. Hər bir Azərbaycanlı üçün bu iftixar bir nöqtəsidir. Bugün zəfəri, iqtisadi gücü, diplomatik qüdrəti, inkişaf trayektoriyası ilə qürur duyduğumuz müstəqil respublikamız məhz Heydər Əliyevin uğrunda çarpışdığı, arzusunda olduğu Azərbaycandır. Yaşasın müstəqil, qüdrətli Azərbaycan.